Prosesində baş verən maraqlı vəziyyətlər barədə və həmin vəziyyətlərdən çıxan nəticə barədə danışacağım. Yəni, bildiyiniz kimi mən cinsi yolla keçən ağır infeksiyaların müalicəsi ilə məşğulam və son zamanlarda bir neçə hadisə baş vermişdi, bir-birinə oxşar. Və burada yenə də bir daha bu hadisələrin baş verməsi sübut edir ki, cinsi infeksiyaların analiz müayinə vasitəsilə təyin olunması və bu işdə ciddi nəzarət, həkimin özü tərəfindən analizin götürülməsi, yəni bu sıra məsələlər, yəni bunu çox ciddiyə almaq həqiqətən də düzgün addımdır. Nəyə görə? Belə deyək, bu günlərdə rayonlardan olan bir xəstəmiz, hansı ki, ureaplazmaya görə müalicə almışdı və onun müalicəsi nəticəsində cavabda təmiz çıxmışdı, yəni ureaplazma yoldaşdan təmizlənmişdi. Amma xəstəmizin əlamətləri keçməmişdi. Bir müddət belə davam edəndən sonra pasiyent özü istədi ki, getsin başqa bir yerdə analiz versin və bir də təkrar, yəni əmin olsun da, yəni xəstə özü də əmin deyil ki, tam sağalıb. Mən ona təqdim elədim ki, bax, analiz götürmüşük, özü də biz analizi necə götürürük? Prostat vəzidən barmaqla müayinə eləyirik, orada möhtəviyyatı, şirəni tökürük kanala və dərindən beləcə analiz götürürük, sıyrıntı şəklində. Həm də prostat şirəsi qarışıq. Ki, yəni, bu halda götürülən analizin dərindən olması cavabın dəqiq çıxmasını təmin edir. Baxmayaraq ki, biz belə götürmüşdük, burada heç bir şey çıxmamışdı, yəni infeksiya çıxmamışdı. Başqa bir yerdə analiz vermişdi, orada da çıxmamışdı. Üstündən bir xeyli keçəndən sonra, yəni xəstənin özünün dediyinə görə o əlaqələrdə olmuyor. Xeyli keçəndən sonra təkrar bir də belə bir analiz bizim yanımızda verdi və həmən o ureaplazma mikrobu oradan yenə çıxdı. Yəni bu da göstərir ki, demək, baxmayaraq ki, xeyli zaman keçibdi müalicənin üzərindən və pasiyentin özü dediyinə görə kənar cinsi